Girboşsay dəndikdə çoxlu mövqelər görürsən ki, ağa, sən bir dənə kasanəmədə təhiyyə eləyirsən, salırsan girboşsay, bəli, bir müddət çəlmir, 10 gün, 15 gündən sonra görsən, ağa, başlayıb yağ verməyə. Və məcbur olsan, bir dənə ayrı bir əndə pənah aparasan və onu da təviz edəndən sonra həmin ittifaq başı verdir. Yəni, ərzində 10 gün bu yenə də roğanizliyə düşür. İstədim bunun sirrini sizə deyəm ki, bu ittifaq tənha o, tənha bir dənə və 50 tümənlik qətiyə rəbti var ki, məməlində görürsən. Bəli. Bu qətənin adı Supapi, təxliyə həvaya girboxsudur. Əlbəttə girboxsayı dəndiyi söhbət edirlər. Və bazarda da əlan, yap sən durub, şirkətçisini təyin eləyəsən Prayda, 50 tüməndən də yuxarı deyir. Pəs, əgər istəyirsən, bu dəftəri ki, dedim, başıva gəlməyə, son bəzi məvaqələr olur ki, həmkarlar işin şuluqluğunda yadlarından çıxardırlar ki, bunun çipliyinə diqqət edəyələr, son toz torpaq tutmaq və yağın cermi bahis olur ki, bunun xurucusu tutula və bu qəşə girbosun havasını təxliyə eləməyər. Və əgər təxliyə qəşə eləyənməsə, zor düşəcək kasanəmədə və sən məcbur olacaqsan, ya tez-tez kasanəmə dəyişəsən və ya mekanik olur.